Suraxanı Gəmi Muzeyində Azərbaycan International Robotics Olimpiyadının qala gecəsi keçirildi. Aerotexnologiya sayəsində istedadlı gəncləri bir araya gətirən və onların müxtəlif kateqoriyalar üzrə yarışmasına imkan yaradan möhtəşəm bir çempionatdır. Bu yarış ADA Universitetində keçiriləcək və 150 komanda iştirak edəcək. Cəmi 5 il bundan əvvəl Bakının Balaxanı kəndində açılmış kiçik bir tədris mərkəzinin bugün beynəlxalq yarışa ev sahibliyi etməsi çox qürur vericidir. O zaman Bakı Abadlıq Xidməti Balaxanı kəndini abadlaşdırarkən zəkalı, istedadlı uşaqları, gəncləri, yeniyetmələri, gələcəyin dahilərinin istedadlarını üzə çıxarmaq üçün kiçik bir tədris mərkəzi açdı. Azərobot idi bu tədris mərkəzinin adı və bir müddətdən sonra Bakı Abadlıq Xidmətinin abadlaşdırdığı digər kəndlərdə və hətta Qarabağda, Laçında, Xocalıda da Azərobotun filialları açıldı. Məqsəd yalnız dahilərin üzə çıxarılması idi deyək. Azərbaycan International Robotics Olimpiyadının əsas məqsədi Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməyə gəncləri formalaşdırmaqdır. 9-11 may ADA Universitetində nəzərdə tutulan tədbir 282 iştirakçı, 48 mentor, 150 komanda ilə baş tutacaq. Yarışmamızın baş hakimləri Yaponiya və Rumıniyadan dəvət olunub. Mənim adım Adriandır. Robotik Rumuniyadan gəlmişəm. Mən Robotik Azərbaycan tərəfindən dəvət olunmuşam ki, yarışmaya kömək edim. Bizim 2010-cu ildən bəri Rumuniyada bu cür tədbirlərin keçirilməsi ilə bağlı təcrübəmiz var. İlk dəfədir ki, burada beynəlxalq yarışmaya köməklik göstəririk. Yəni, burada hakimlik edirik ki, yarışma daha da yaxşı keçsin. Qeyd edək ki, yarışın hakimləri Mega Sumo kateqoriyasının hakimləri, Yaponiyanın All Japan Robo Sumo Tournament yarışının nümayəndələri, Mini Sumo kateqoriyasının hakimləri isə Rumıniyanın Robo Challenge yarışmasının nümayəndələri olacaq. Mega Sumo və Mini Sumo kateqoriyasının qalibləri Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Yaponiyada keçirilən All Japan Robo Sumo Tournament yarışında təmsil edəcək.